Deməli, bu boyda Fövqəladə Hallar Nazirliyi bir dənə qaşqaldağın əlində qalıb. Anar Pirməmmədov qaşqaldağın əlindəki, hansı ki bu, orada bir-iki nəfərlə qruplaşma yaradıb, deməli, qulağıma çatır bir. Orada qızları, qadınları şərləyib, böhtan atıb, işdən çıxardırlar. Ya da təhdid, şantaj edirlər ki, sənin məsələn, filan videoyu yayacağıq. Və cəmaatın çörəyinə bais olurlar. Bu arada Anar mənə dəfələrlə deyib ki, səni tədbirə qoşacağam, bir-iki nəfər general var, onları işdən çıxarmaq lazımdır. Mən hal-hazırda öyrənirəm ki, bu insan iş verəni ilə məşğuldur Fövqəladə Hallar Nazirliyində. Həmin insanlar ilişdirir, bir-iki qız tapır, onların yerini öyrənir, bilirsiniz necə, yəni bunu mən etmək istəyir təbii ki. Onların yerini öyrənir, onları bu işlərdə istifadə edir, sonra həmin qızlardan istifadə edib atır. Və həmin qızların şotuna həmin şəxsən yerini öyrədib, cəmaatı şərləyib, işindən çıxartdırırlar. Yəni düşünün ki, o boyda Fövqəladə Hallar Nazirliyində diplomsuz insanlar bu dəqiqə vəzifədədir. Hansı ki, diplomlu olanlar çölə atılıb. Şər böhtan üstündə. Cəmaatın qadınına, qızına şər böhtan atıb, işindən qovurlar.